Əziz tələbələr, dövlət qulluğu imtahanında istifadə olunmuş sual tiplərindən birini izah edirəm sizə. Mövzu qrafik və diaqramlar mövzusudur. Gəlin görək necə həll olunur. Əslində bunu bəzən y bərabərlik kx plus b düsturundan həll edirlər və yaxud da ki, birbaşa buradan baxıb artımlara uyğun olaraq tapa bilirlər. Yəni, bir çox qaydaları var, amma mən elə bir qayda izah eləmək istəyirəm ki, məsələ həll edəndə sizə rahatlıq olsun. Verilmiş qrafik üzərinə bir xətt götürürük və onun başlanğıc koordinatını yazırıq. Başlanğıc koordinatı necə olur? Görürsünüz, burada x veriblər. Deməli, x bərabərdir 3, y bərabərdir 8. Daha sonra digər nöqtəni yazırıq. X bərabərdir 5, y bərabərdir 14. Və daha sonra onun verdiyini yazıram. Gördüyünüz kimi x sualdır, x bərabərdir sual, y bərabərdir 56 yazırıq. Daha sonra aralarındakı fərqi qeyd etməliyik. 3-dən 5-ə doğru gəldikdə 2 fərq var. 5-dən sual işarəsinə doğru getdikdə isə z yazırıq bura. Çünki sualın nə olduğunu bilmirik. Bizim tələbələrimiz bilir, bunu z qaydasından həll edirik. Bunun adını z qaydası qoymuşuq və başqa üsullar da var z-ə uyğun. Çox sadə yolları var yenə də. 8-dən 14-ə getdikdə, deməli 6, 14-dən 56-ya getdikdə isə 42. İndi göy rəngdə yazdıqlarımı tənasüb formasında yazıram. 2 olanda 6-ya bərabərsə, z olanda 42-yə bərabərdir. Yazırıq. Yazdıqdan sonra buradan z-in nə olduğunu tapa bilərik. Z bərabər olur 42 vurulsun 2 bölünsün 6. Təbii ki, bunun da asan yolu var. Yəni z-i burada 14 tapırıq. Amma sizin üçün belə həll etdim. Sadəcə bizim baxmaq lazım idi ki, 6-nı 3-ə böləndə 2 eləyirsə, 42-ni 3-ə bölüb z-i 14 tapa bilərik. Biz buradan z-i 14 tapdıqdan sonra baxırıq ki, yuxarıdan aşağıya doğru artımla gəlir. Həm də artma funksiyası verilibdir. Funksiyalar bilirsiniz də, artan funksiya var, azalan funksiya var, sabit funksiya var. Video izahlarımıza YouTube kanalından baxa bilərsiniz. Və daha sonra 3-ün üzərinə 2 gələndə 5 eləyib, mən də 5-in üzərinə 14 gəlirəm və x-in bu dəfə 19 olduğunu tapıram. Düzgün cavab olur D variantı. Daha asan həll yolları üçün YouTube kanalımıza daxil olub izləyə bilərsiniz.